Hər vaxtınız xeyir olsun. Bugün sizinlə ürək və qan damarları mövzusunda test izahına baxacağıq. Birinci sualda kiçik qan dövranı harda qurtarır? Ümumiyyətlə biz bilirik ki, kiçik qan dövranı sağ məddəcikdə başlayır və burada olan venoz qan ağciyərlərə aparılaraq ağciyərlərdə təmizlənir. Arterial qana çevrildikdən sonra gəlib ürəyin sol qulaqcığında bitir. Biz zaten bilirik ki, ürəyin sol hissəsində arterial qan, sağ hissəsində də venoz qandır. Bunu yaxşı yadda saxlamaq üçün zaten qan dövranı da həmişə qulaqcıqda bitir və ürəyin sol tərəfində də arterial qan olduğu üçün sol qulaqcıqda e, bitmiş olacaq. Deməli, sağ məddəcikdə başlayır, sol qulaqcıqda bitir. İkinci sualda böyük qan dövranı harda qurtarır? Böyük qan dövranı ümumiyyətlə bilirik ki, ürəyin sol məddəciyindən başlayır və sol məddəcikdə olan arterial qan bütün bədənə aparılır və öz oksigenini, qida maddələrini verdikdən sonra venoz qana çevrilərək gəlib ürəyin sağ qulaqcığında bitmiş olur. İnsanda ürək boşluğunun hansı hissələrindən arterial qan keçir? Ürəyin sol hissəsində arterial, sağ hissədə isə venoz qan olur. Arterial soruşduğu üçün sol hissə götürürük. İnsanda ürək boşluğunun hansı hissələrindən venoz keçir? Sağ hissəsindən venoz qan keçmiş olur. Növbəti sualımız 5. Ürəkdə ən qalın divarı olan, gəlin biz həmin mövzunu da açaq. Lazımi informasiyalar bulduqca mən sizə oradan göstərim. Biz bilirik ki, ürəyin mədəcikləri onun qulaqcıqlarına nisbətən divarları daha qalındır. Bu da nəyə görədir? Çünki ürəyə vurulan, daha doğrusu bədənə vurulan qan mədəciklərdən başlayır. Buna görə mədəciklərin divarı daha qalındır. Və sol mədəciyin divarı sağa nisbətən də daha qalındır. Deməli, 4 kameradan ən qalın divara malik olan sol məddəcikdir. Səbəb ondadır ki, bütün bədəni oksigen və qida maddələri ilə təmin edən hansı hissədir? Həmin sol məddəcikdir. Ona görə də burada baxsaq, görəcəyik ki, sol məddəciyin divarı ən qalındır. Deməli, 5-ci sualda olacaq D variantı. İnsanda hansı arteriya damarları ilə venoz qan axır? Sol mədəcikdən arterial qan başlayır, hansı ki aorta damarı ilə. Sağ mədəcikdən isə ağciyər kötüyü ilə venoz qan başlayır. Deməli, hansı arteriya damarı ilə venoz qan axır? Ağciyərə gedən, yəni ağciyər arteriyası ilə. Bu da kiçik qan dövranında qanı təmizləmək funksiyasını yerinə yetirir. 7. İnsanda ürəyin hansı hissələri bir-biri ilə bilavasitə əlaqəlidir? Biz bilirik ki, qanın hərəkət istiqaməti qulaqcıqlardan mədəciyə, mədəcikdən də damara doğrudur, arteriya damarına doğrudur. Və üst səviyyədə qulaqcıqlar, aşağı səviyyədə isə mədəciklər yerləşir. Bir-biri ilə əlaqəli olan yuxarı və aşağı hissə, yəni qulaqcıqlar və mədəciklərdir. 8. Ürək əzələsinin fəaliyyəti nə ilə tənzim olunur? Biz bilirik ki, orqanların işi sinir və endokrin sistemlə tənzim olunur. Ürək də bu orqanlardan biridir. Endokrin sistem olaraq hormonlarla tənzimlənir işi. Sinir sistemi olaraq isə simpatik və parasimpatik sinirlərlə. Hansı ki, ürək döyüntülərinin miqdarını simpatik artırırdı, parasimpatik zəiflədirdi. Ürək siklının müddətində isə birazdan bir testdə mən sizə izah edəcəm. Bu əksinədir. Yəni simpatikdə ürək siklının müddəti azalır, parasimpatikdə ürək siklının müddəti artır. Simpatik qan damarlarını daraldır, parasimpatik qan damarlarını genəldir. Qısacası cavabımız A.
Limfa dövranının əhəmiyyəti düzgün qeyd olunan sıra, limfa toxumalara gələn mayeyi yenidən qan damar yatağına qaytarır. Ümumiyyətlə, həzm prosesi getdikdən sonra bir çox maddələr, hansı ki, qlikozadır, sudur, bunlar qana keçir. Amma yağ və yağda həll olan A, D, E, K vitaminləri isə limfaya keçir. Və limfadan isə, limfa isə özü vena damarlarına qoşulur. 10-cu. Hansı müddəa doğru deyil? Fiziki iş zamanı. Fiziki iş zamanı təbii ki, enerji sərfiyyatı artar. Daha çox enerji sərf etmiş olarıq. Adrenalinin miqdarı artar, nəbz vurğularının sayı artar, ürəyə gələn impuls seli güclənər. Səhv olan isə ürəyə gələn impuls selinin zəifləməsi olacaq. Adi, məsəl üçün, gündəlik həyatımızdan da götürsək, fiziki iş görərkən və yaxud da hər hansı bir idman edərkən və s. bu zaman nə görürük? Görürük ki, getdikcə ürək döyüntülərimiz miqdarı artır. Oradan da yadda saxlaya bilərsiniz. 11. Hansı qapaqlar qanın arteriyalardan mədəciklərə əks axınına mane olur? Deməli, qanın qulaqcıqları ilə mədəcikləri arasında taylı qapaqlar, mədəciklərlə arteriyaları arasında isə aypara qapaqlar yerləşir. Bu qapaqlar qanın əks istiqamətdə axmasının qarşısını alır. Arteriya ilə mədəcik arasında aypara qapaq olduğu üçün bu arteriyadan mədəciyə doğru qanın axınının qarşısını alır. 12. İnsanda ürəyin mədəcikləri qanla dolarkən ürəyin qapaqları hansı vəziyyətdə olur? Aha, gəlin mən sizə buna keçmədən öncə müəyyən qədər ürək sikli haqqında məlumat verim. İstəsəniz qeydlərinizi də apara bilərsiniz. Bir ürək döyüntüsünə sərf olunan zamana ürək sikli deyilir. Ürək siklinin düsturuna baxsaq biz, delta T bərabərdir böyük T bölünsün N-ə. Yəni, döyüntülərinin zamanı döyüntülərin miqdarına bölürük. Bir dəqiqədə təqribən 75 dəfə ürək döyünübsə, 60-ı bölürük 75-ə və ürək siklimiz orta yaşı isə 0,8 saniyə təşkil edir. Bu, bir döyüntüyə sərf olunan zamandır. Və bayaq dediyim nüans, baxın, ürək döyüntülərinin miqdarı artdıqca, təbii ki, ürək siklinin müddəti azalacaq. Çünki ürək siklinin müddəti ilə döyüntünün miqdarı bir-biri ilə tərs mütənasib asılıdır. Ona görə döyüntü miqdarı nə qədər çox olsa, ürək siklinin müddəti o qədər az olur. Biz ona görə də deyirik ki, simpatik ürək döyüntülərinin miqdarını artırır, artırdıqca da avtomatik olaraq ürək siklinin müddəti azalmış olur. İndi baxaq görək, bu ürək sikli hansı mərhələlərdən ibarətdir? Ürək siklinin 3 dənə mərhələsi var. Qulaqcıqların yığılması, mədəciklərin yığılması və ümumi boşalma. Deməli, biz bu terminləri bir-birindən əvəzləyə bilərik. Yığılma, digər adı sistola və yaxud da işləməsi. Bir də boşalma, diastola və istirahət. Bu terminləri siz bir-biri ilə əvəzləyə bilərsiniz. Birinci mərhələ qulaqcıqların yığılması, yəni sistolasıdır. Bu zaman qulaqcıqlarda olan qan mədəciklərə doğru keçir. Yəni, mədəciklər qanla dolur. Təbii ki, qulaqcıqla mədəcik arasında taylı qapaq olduğu üçün bu qanın mədəciyə keçməsi zamanı taylı qapaq nə etməlidir? Açılmalıdır. Və bir qapaq açıq olanda digəri bağlı olur. Çünki sizin burada tutaq ki, belə bir sxematik bir quruluş çəkək. Burada tutaq ki, qulaqcıqla mədəcik arasında taylı qapaq var və buradan da mədəcikdən damar arasında aypara qapaq var. Düşünün ki, qulaqcıqdan mədəciyə qan dolur,
aypara qapaq açıq olsa, bu qan burada gözləməyəcək, damarlara doğru axıb gedəcək. Ona görə bu taylı qapaq açıq olanda bu aypara qapaq bağlı olur və birinci prosesdə, birinci mərhələdə mədəciklər qandan dolmuş olur. Bu mərhələ 0,1 saniyə zaman alır. Buna biz qulaqcıqların işləməsi deyirik. Deməli, 0,8 saniyəlik ürək siklində qulaqcıqların yığılması 0,1 saniyə çəkir. Birazdan bu bizə məsələlərdə çox lazım olacaq. İkinci mərhələ mədəciklərin yığılmasıdır. Bu zaman bizim mədəciyimizdə olan qan aypara qapağının açılması nəticəsində ötürülür damarlara. Deməli, aypara qapaq açılırsa, taylı qapaq nə oldu? Bağlı olmalıdır. Və qan mədəcikdən arteriya damarlarına keçir. Bu mərhələ 0,3 saniyə çəkir. Üçüncü mərhələ isə ümumi boşalma, ümumi diastola və yaxud da ürəyin ümumi istirahət mərhələsidir. Bunda hər iki qapaq bağlı olur və bu mərhələnin sonunda qan yenidən gəlib qulaqcıqlara tökülür. Bu mərhələ 0,4 saniyə çəkir. Bir də bizə nələr lazım olacaq? Qulaqcıqlar 0,1 saniyə işləyirsə, bəs nə qədər istirahət edir? Ümumi 0,8-dən 0,1 çıxacaqsa 0,7 saniyə. Mədəciklər 0,3 saniyə işləyirsə, nə qədər istirahət edir? 0,8-dən 0,3 çıxacaqsınız, 0,5 saniyə istirahət etmiş olacaq. İndi bu birazdan bizə demək olar, hər dəqiqə başı lazım olacaq. Aha, 12-ci sualda bizə deyir ki, insanda ürəyin mədəcikləri qanla dolarkən, bu hansı faza idi? Birinci fazada, qulaqcıqların yığılması fazasında. Ürəyin qapaqları hansı vəziyyətdə olur? Biz dedik ki, bu zaman taylı qapaqlar açıq olur, aypara qapaqlar isə örtülü olur. Doğru cavab B variantı. 13. İnsanda ürəyin mədəcikləri yığılarkən, ürəyin qapaqları hansı vəziyyətdə olur? Söhbət hansı fazadan gedir? İkinci fazadan. Bu zaman aypara qapaqlar açıq, taylı qapaqlar isə örtülü olur. Yəni Y variantı. 14. Venoz qan insan ürəyinin sağ mədəcik boşluğundan neçə iri damarla çıxır? Ümumiyyətlə, hər mədəcikdən sadəcə bir damar çıxır. Sağ mədəcikdən ağciyər arteriyası və yaxud da ağciyər kötüyü, sol mədəcikdən isə aorta. Deməli, venoz qan sağ mədəcikdən bir iri damarla çıxmış olur. 15. İnsanda ürək siklının birinci fazasında ürəyin qapaqlarının vəziyyəti. Bayaqki sualda elə. Birinci fazada taylı qapaqlar açıq, aypara qapaqlar örtülü olur. 16. İnsanda ürək siklının ikinci fazasında ürək qapaqlarının vəziyyəti. Bu zaman isə taylı qapaqlar örtülü, aypara qapaqlar açıq olur. 17. İnsanda qanı qarın boşluğu orqanlarına gətirən arteriya damarları öz başlanğıcını almışdır. Qarın boşluğuna gələn arteriya damarları söhbət böyük qan dövranından gedir. Bu zaman arteriya damarı ürəyin sol mədəciyindən çıxır. Sol mədəcik cavabı yoxdur deyə ürəyin sol pay variantını götürmüş oluruq. 18. İnsanda venoz qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur, neçə damarla çıxır. Venoz qan aşağı və yuxarı boş vena ilə ürəyə daxil olur, ürəkdən isə ağciyər arteriyası ilə çıxır. Deməli, iki damarla daxil olur, bir damarla çıxır. Burada yenə sizə kiçik bir izah etmək istəyirəm. Ürəyə cəmi 8 damar birləşir. Öz qeydlərinizi götürə bilərsiniz. Sol mədəcikdən bir dənə damar çıxır, aorta. Soldan çıxdığı üçün təbii ki, onun tərkibində arterial qandır. Sağ mədəcikdən ağciyər arteriyası çıxır, bir damar, bunun tərkibində venozdur. Sol qulaqcığa 4 dənə ağciyər venası birləşir.
Buna təbii ki, ağciyərdən gəlibsə, tərkibində arterial qandır. Sağ qulaqcığı isə aşağı və yuxarı boş vena birləşir, 2 dənə damar, bunlarda isə venoz qandır. Deməli, ürəyə birləşən 8 damardan 5-ində arterial oldu, 1 aorta, 4 dənə də ağciyər venası. 3-ündə isə venoz oldu, 1 ağciyər arteriyası, 1 aşağı, bir dənə də yuxarı boş vena. İndi davam edək testlərimizin izahına. Taylı qapaqlar insanda ürəyin hansı hissələri arasında olur? Taylı qapaqlar dedik ki, qulaqcıq və mədəcik arasında olur. Aypara qapaqlar isə mədəciklər və arteriya damarları arasında. Elə 20-ci sualda da bizdən onu soruşur. Aypara qapaqlar mədəciklər və arteriyalar arasında olur. Ümid edirəm ki, izahım sizə aydındır. Hər hansı bir sualınız olsa, mütləq şərh bölümündə qeyd edə bilərsiniz. Və yaxud da təklifiniz, iradınız, hər hansı fikriniz varsa, şərh bölməsində qeyd edə bilərsiniz. İnsanda aypara qapaqlar açıldıqda ürəkdən neçə növ qan çıxır? Sağ mədəciklə ağciyər arteriyası arasında aypara qapaq açılanda venoz qan keçir. Sol mədəciklə aorta arasındakı aypara açılında da arterial. Deməli, ürəkdən 2 növ qan çıxmış olur. İnsanda ürəyin sol mədəciyindən çıxan damarların sayının sağ mədəcikdən çıxan damarların sayına nisbəti. Biz dedik ki, hər mədəcikdən bir damar çıxır. Deməli, 1-in 1-ə nisbətindədir. 23-ə baxaq. X və Y müəyyən edin. Kiçik qan dövranının damarları, böyük qan dövranı. Kiçik qan dövranı başladı sağ mədəcikdə, bitdi sol qulaqcıqda. Böyük qan dövranı sol mədəcikdə, bitdi sağ qulaqcıqda. İndi, kiçik qan dövranında sağ mədəcikdən ağciyər arteriyası başlayır. Ağciyər arteriyası venoz qanı ağciyərə aparır. Təmizlənmə baş verdikdən sonra arterial qana çevrilərək 4 dənə ağciyər venası ilə gətirilib tökülür. Hara? Ürəyin sol qulaqcığına. Böyük qan dövranında isə aorta ilə, deməli, ürəyin sol hissəsindən aorta ilə başlayır, sol mədəcikdən aorta ilə başlayır, ötürülür arteriyalara. Məsələn, burada qaraciyər arteriyası var. Arteriyalara, kapilyalarda qazlar mübadiləsi baş verəndən sonra venoz qana çevriləndən sonra aşağı və yuxarı boş vena ilə gətirilib tökülür ürəyin sağ qulaqcığına. Deməli, 4, 6, 1, 2, 5. 24. İnsanda M orqanından qanla çıxan müəyyən eritrositin F orqanına çatması üçün ürəyin taylı və aypara qapaqları neçə dəfə açılmalıdır? M orqanı mədə, digəri isə F orqanı isə böyrəkdə. Gəlin baxaq. Mədədən gələn qan hara tökülməlidir? Ürəyin sağ qulaqcığına. Çünki venoz qandır. Buradan gəlməlidir hara? Sağ mədəciyə. Ümumi bir sxem yazaq, sonra taylı və aypara qapaqları yerləşdirərik. Sağ mədəcikdən hara getməlidir? Ağciyər arteriyası ilə hara? Ağciyərlərə. Ağciyərlərdən hara gəlməlidir? Ağciyər venası ilə hara? Sol qulaqcığa. Sol qulaqcıqdan sol mədəciyə, aortaya, aorta özü də bölünəndən sonra burada qarın aortasına, qarın aortasından da orqanlara, məsələn, böyrək arteriyasına. İndi gəlin baxaq. Aypara və taylı qapaqlar hardadır? Fərqləndirək. Deməli, taylı qapaqlar qulaqcıq və mədəcik arasındadır. Bir də burada sol qulaqcıq, sol mədəcik. Aypara qapaqlar isə mədəcik və damar arasındadır.
Deməli, fikir versəm, 2 dəfə taylı qapaq açılıb, 2 dəfə də aypara qapaq açılmış oldu. Doğru cavab E variantı. 25. Bazu venası ilə axan qan bilavasitə ürəyin hansı hissəsinə tökülə bilər? Bazu venası ilə axırsa çirkli qandır. Gəlib tökülməlidir hara? Ürəyin sağ hissəsinə. Və qan dövranı da harda bitir? Sağ, əm, belə deyək də, böyük qan dövranı harda bitir? Ürəyin sağ qulaqçığında. Və bu arada bazu ilə gəldiyi üçün yuxarı boş vena ilə gəlib sağ qulaqçığa tökülür. İnsanda venoz qanın arterial qana çevrilməsi ilə baş verən qan dövranı prosesində iştirak edən orqanlar yerləşir. Venoz qan arterial qana ağciyərlərimizdə çevrilir. Ağciyərlər harda yerləşir? Döş boşluğunda. Ürək də döş boşluğundadır. Deməli, kiçik qan dövranından söhbət gedirsə, kiçik qan dövranı yalnız döş boşluğunda olmuş olur. 27. Nə üçün bəzi cərrahi əməliyyatlarından sonra yaranın üzərinə buz qoyurlar? Buz qoyulmanın səbəbi qan damarlarını daraltmaqdır ki, qan itkisinin qarşısı alınsın. 28. Taylı qapaqlar qanın mədəciklərindən qulaqcıqlara doğru hərəkətinin qarşısını alır. Bəli, aypara qapaq isə arteriya damarlarından mədəciklərə doğru. İndi gəlirik məsələlərimizə. Mən bayaq müəyyən qədər sizə izah verdim. Gəlin indi bir-bir baxaq. Sakit vəziyyətdə 16 saniyə ərzində insanın mədəcikləri nə qədər boşalma vəziyyətində olur? Boşalmanın digər adı istirahət idi. Biz də dedik ki, 0,8 saniyəlik ürək siklində mədəciklər 0,3 saniyə işləyirdi. Deməli, 0,5 saniyədə istirahət edəcək. Bəs yaxşı, 16 saniyədə mədəciklər nə qədər istirahət edər? X. Bir də deyirəm, 0,8 saniyədə mədəcik 0,5 saniyə istirahət edirsə, 16 saniyədə nə qədər eləyər? X. X-də tapırıq 10 saniyə. 30. Sakit vəziyyətdə 16 saniyə ərzində insanın ürək qulaqcıqları nə qədər boşalma vəziyyətində olar? Yəni, nə qədər istirahət edər? 0,8 saniyədə qulaqcıq 0,1 saniyə işləyirdi. Deməli, 0,7 saniyə istirahət edir. Bəs 16 saniyədə nə qədər istirahət edər? X. Bunu da tapırıq 14. 31. İnsanın qan damar sistemində taylı qapaqlar zədələnərsə nə baş verər? Taylı qapaqlar nəyi təmin edirdi? Qanın mədəciklərdən qulaqcıqlara doğru axmasının qarşısını alırdı. Bu qapaq zədələnsə nə olar? Qan ürəyin mədəciyindən geriyə qulaqcığa doğru axar. Yəni öz funksiyasını icra etməz. 32. İnsanda qanın kiçik qan dövranında keçdiyi yolun düzgün ardıcıllığını göstərin. Bunu artıq bayaqdan bir neçə dəfə demişik. Gəlin birinci baxaq. Kiçik qan dövranı harda başladı, harda bitdi? Kiçik qan dövranı sağ mədəcikdə başladı və sol qulaqcıqda bitdi. Deməli, 5 ilə başlamalıdır, 3 ilə də bitməlidir. Sonrasına baxaq. Sağ mədəcikdən hansı damarla çıxdı? Ağciyər arteriyası ilə. Ağciyərlərdə gəldi, kapilyarlarda qazlar mübadiləsi baş verdi. Arterial qana çevriləndən sonra ağciyər venalarına yığılaraq ürəyin sol qulaqcığına gəldi, töküldü. Deməli, doğru cavab B variantı olmuş olacaq. 33. İnsanda qanın böyük qan dövranından keçdiyi yolun düzgün ardıcıllığını göstərin. Böyük qan dövranı başlayır sol mədəcikdə, bitir sağ qulaqcıqda. 2 ilə başlamalıdır, 6 ilə də bitməlidir. Gəlin baxaq. Deməli, sol mədəcikdən nə ilə başlayır? Aorta ilə. Aortadan sonra böyük dövranın arteriyalarına bölünür.
Ondan sonra qazlar mübadiləsi baş verir kapillyarlarda. Sonra aşağı və yuxarı boş venaya yığılıb, gəlib tökülür ürəyin sağ qulaqcığına. Fikir verdinizsə, elə bir dənə bu cümləni sağ qulaqcıqda daha doğrusu sol mədəcikdən başlayıb sağ qulaqcıqda bitir sözü ilə elə yalnız bir dənə C variantı var zaten. Oradan da tapa bilərsiniz. Ama vaxtınız varsa yenə də dəqiqləşdirin. 34. İnsan normal şəraitdə 32 tənəffüs hərəkəti edir. Bu zaman nisbi sakitlik halında ürək nə qədər ümumi boşalma vəziyyətində olar? Bir dəqiqədə 16 tənəffüs hərəkəti olur. 32 tənəffüs hərəkəti olubsa, deməli 2 dəqiqə vaxt sərf olunur. Mən bilirəm ki, 0,8 saniyəlik ürək siklində ürək nə qədər istirahət edirdi? 0,4 saniyə. 2 dəqiqədə ürək nə qədər istirahət edər? 1 dəqiqə, yarısı qədər. 35. İnsan ürəyinin qulaqcıqları sutka ərzində neçə saat istirahət edir? Hamısında məqsəd bir dənədir. 0,8-də 0,7 saniyə qulaqcıq istirahət edirsə, bir sutkada, yəni 24 saatda da nə qədər olacaq? X. Bu da 21 saat. Sadəcə hamısında birinci yazmalı 0,8-də həmin proses nə qədərdir? Sizə verilən vaxtda nə qədər olacaq? 36. Sutka ərzində insanın ürəyinin mədəcikləri neçə saat istirahət eləyər? 0,8 saniyəlik ürək siklində nə qədər istirahət edirdi? 0,5 saniyə. Bəs yaxşı, sutkada, yəni 24 saatda nə qədər baş verəcək bu? 24 saatda da 15 saat. 37. İnsan 80 il yaşamışdır. Bu müddətdə onun ürəyinin mədəcikləri neçə il işləmişdir? 0,8 saniyədə mədəcik 0,3 saniyə işləyir. Bəs 80 ildə nə qədər işləyəcək? X. Bu da 30 il olmuş olacaq. İnsanda damarlara qovulan qanın ürək əzələsinin yığılma tezliyindən asılığı hansı qrafikdə düzgün göstərilir? Təbii ki, ürək əzələsi nə qədər yığılarsa, nə qədər sürətlə yığılarsa, o qədər qan qovular. Yəni, bu proseslər bir-biri ilə düz mütənasib asılıdır. Yəni, əzələ yığılırsa, deməli ürək işləyir. Ürək işləyirsə də qanın deməli daha çox qovur. İndi bu qrafikə baxacağıq. Deməli, hansı qrafik insanda kiçik qan dövranı zamanı karbon qazının miqdarının dəyişməsini düzgün əks etdirir? Görüm, sabitləsək. Aha, kiçik qan dövranında nə olurdu? Ürəyin sağ mədəciyində olan venoz qan ağciyərlərə gedir, təmizlənir. Karbonla təmizlənir, oksigenlə zənginləşərək arterial qana çevrilir. Deməli, birinci qanın tərkibində yüksək miqdarda bir karbon qazı var və sabitdir bu hələ ki. Gedir ağciyərlərdə, ağciyər alveollarına karbon qazı keçir, nəticədə qanın tərkibində karbon qazı azalır və sonra yenə sabit olur. Deməli, Y variantı doğrudur. İndi 40-da nə deyir bizə? 40-da da deyir ki, kiçik qan dövranında oksigenin miqdarı necə? Təbii ki, ürəyin sağ mədəciyində venoz qanı idi. Onun tərkibində oksigen çox azdır və təbii ki, hələ sabitdir. Çünki qazlar mübadiləsi baş vermir. Ağciyərdə gedəndə artıq alveolda olan oksigen qana keçdiyi üçün qanda oksigenin miqdarı neynədir? Artdı. Artıq bir müddət sonra yenə sabit oldu. İndi böyük qan dövranına baxaq. Böyük qan dövranında birinci deyir nəyi? Karbon qazını. Aha.
Birinci böyük qan dövranının mahiyyəti oksigen paylamaqdır. Deməli, birinci, onun tərkibində oksigen çoxdur, karbon hələ azdır. Amma qazlar mübadiləsi gedəndən sonra hüceyrələrdə olan daha doğrusu karbon qazı artıq keçir hara? Qana. Deməli, qanda karbon qazının miqdarı artır. Böyük qan dövranında indi oksigen tərsinə olacaq. Çünki birinci oksigen bol idi. Amma sonra qazlar mübadiləsindən sonra oksigen artıq azaldı, hüceyrələrə keçdi və nəticədə qanda karbonun miqdarı artdı. Ona görə də burada da A variantını götürəcəyik. 43. Aşağıda göstərilən hansı müddət fiziki iş zamanı doğru deyil? Təbii ki, fiziki iş zamanı enerji daha çox sərf edirik. Ürəyə gələn impuls seli də güclənir. Adrenalinin miqdarı artır, nəbz vurmaların sayı artır. Amma tüm bu proseslər olanda, ürəyin döyüntülərinin miqdarı artanda, bayaqki düstur. Delta T bərabər T bölünsün N. Döyüntünün miqdarı artırsa, ürək siklının müddəti nə etməli idi? Azalmalı idi. Amma burada nə yazıb? Artır yazıb. Deməli, səhvdir. Azalmalı idi. Deməli, qanın damarlarda verilmiş axma ardıcılığı insanın hansı orqanlarında mümkündür? Normalda necə olmalıdır? Arterial, kapilyar, vena. Amma iki dənə orqanımız istisnaydı. Böbrəklərdə arteriya, kapilyar arteriya, qaraciyərdə də vena, kapilyar venaya rast gələ bilərik. Burada arteriya, kapilyar arteriya dediyi üçün zaten birincidə yalnız qalır nə? Böyrək. Digər bütün orqanlarda onsuz da arteriya, kapilyar vena mövcuddur, keçidi mövcuddur. Buna görə doğru cavab D variantı. İnsan 80 il yaşayıb. Ən qısa ürək fazasının ümumi davam etmə müddətini müəyyən edin. Ürək fazasının ən qısa müddəti hansı idi? Birinci faza, qulaqcıqların yığılması. Çünki bu 0,1 saniyə davam edirdi. İkinci faza 0,3, üçüncü fazada 0,4. Ən qısa 0,1 idi. İndi 0,8-də 0,1 saniyə davam edən faza 80 illik ömrün hansı hissəsini əhatə edir? 10 ilini. 46. Mədəciklərin diastolası 50 ildir. Diastola nə idi? İstirahət, boşalma. Ürəyin diastolası bərabərdir. Mədəciyin diastolası 0,5 olanda 0,8 saniyəlik ürək siklində mədəcik 0,3 işləyirdi. 0,3 işləyirdisə 0,5-də istirahət edəcək. Bunda ürəyin ümumi istirahət nə qədər idi? 0,4 idi. Deməli deyirəm ki, mədəcik 0,5 diastola edəndə ürəyin diastolası 0,4 idi. Bəs yaxşı, 50 il diastola eləsə, ürəyin ümumi diastolası nə qədər olacaq? 40 il. 47. Normada insan ürəyində qanın bilavasitə keçməsi mümkündür. Qulaqcıqla qulaqcığa keçmir, çünki sol və sağ arasında birbaşa əlaqə yoxdur. Mədəcikdən qulaqcığa yox, qulaqcıqdan mədəciyə keçid var. Baxın, bu düzdür. Və yenə deyirəm, mədəcik arasında yenə yoxdur. Yoxdur deyib götürük. Aha, yoxdur. Sağ və sol hissə arasında əlaqə birbaşa yoxdur. Deməli, burada yalnız 4 düzdür. 48. Şəkildəki insanın X damar sistemi üçün hansı ifadə yanlışdır? Söhbət nədən gedir? Limfadan gedir. Tapaq görək, yanlış nədir? Orqanizmin müdafiə funksiyasını yerinə yetirir. Bəli, limfa müəyyən qədər müdafiədə iştirak edir. Sürəti yavaşdır, vena damarına açılır. Bəli. Toxumalardan çıxan maddələri qan damar sisteminə qaytarır. Bəli. Sürəti yavaş olub arteriya damarına açılır. Səhvdir. Arteriya yox, vena damarlarına açılır. Qanın bəzi formalı elementlərini yaradır. Bəli, leykositlər, həmçinin bilirik ki, limfa damarlarında, limfa düyünlərində də yaranmış olur. 49.
Cədvələ əsasən x çıxılsın y-i müəyyən edin. Ürək siklının müddəti deyir 1 saniyədir. Qulaqcıqların diastolası və mədəciklərin sistolasını tapmalıyıq və sonra da bunları çıxmalıyıq. Deməli, 0,8 saniyəlik ürək siklında qulaqcıqların diastolası nə qədər idi? 0,7 saniyə idi. Çünki 0,1 qulaqcıq işləyirdi, 0,7-də diastola istirahət edirdi. Mədəciklərin sistolası nə qədər idi? 0,3 saniyə idi. Deməli, 0,8 saniyədə qulaqcıqlar 0,7 saniyə diastola edir, mədəciklər də 0,3 saniyə sistola edir. Bəs yaxşı, 1 saniyə olsa bu göstəricilər necə dəyişəcək? Bunu tapmalıyıq. Birinci ilk tənasübü qıraq. 0,8 saniyədə 0,7 saniyə qulaqcıq istirahət edirsə, 1 saniyədə nə qədər olacaq? Nə qədər istirahət edəcək? Tapırıq 8-də 17, 8-də 7 saniyə. Y tapanda yazırıq 0,8-də 0,3 işləyirsə, 1-də nə qədər işləyəcək? Bunu da tapırıq 8-də 3 saniyə. Sonra da x-y fərqini istəyir. 8-də 7-dən 8-də 3-ü çıxıram. 8-də 4. Bu da 0,5 saniyə deməkdir. 50. Qrafikdə sağlam insan orqanizminin müxtəlif damarlarında oksigen qazının miqdarı əks olunub. Yanlışı seçin. İkinciyə baxaq. Sağ mədəcikdən çıxan damar ola bilər. Fikir verirsinizsə, burada oksigen qatlığı maksimumdadır. Sağ mədəcikdə venoz qandır. Oksigen qatlığı nətər maksimum ola bilər? Elə yanlış olan budur. 2 ağciyər venası ola bilər? Bəli. Ağciyər venasında oksigen qatlığı ən çox olandır. 3-cü qaraciyər kapilləri ola bilər? Bəli. Burada qazan mübadiləsi getdiyi üçün oksigen fikir verirsinizsə aşağı düşür. 4 qaraciyər venası ola bilər. Artıq ürəyə qayıtdığı üçün sabit olur. Bir ağciyərdə qazan mübadiləsi gedən damar ola bilər. Bəli, qazan mübadiləsi getdikcə qanda oksigen miqdarı artır. Bugünlük bu qədər. Davamı növbəti videoda. Əgər hər hansı bir təklifiniz, iradınız, fikriniz varsa, şərh bölməsində zəhmət olmasa qeyd edərsiniz. Təşəkkür edirəm.